Bizim əsas niyyətimiz, fikrimiz, qayəmiz ondan ibarətdir ki, futbolumuz düzgün istiqamətdə inkişaf olunsun, klublarımız düzgün addımlar atsınlar, düzgün qərarlar verilsin, yanaşma düzgün olsun, Azərbaycanın balaları inkişaf etsin. Mən bu günləri baxıram, Özbəkistan millisi Qabonu 3-0 məğlub edir. Qabon Sierra Leone'dən 10 dəfə güclü milli komandadır. Özbəkistan millisi Venezuela ilə oynayır. Amerikanın, yəni belə deyim, Cənubi Amerikanın yaxşı millilərindən, ortabab millilərindən biridir. Argentina, Braziliya ilə, yəni zaman-zaman belə dünya çempionatlarında oynayır. Argentina, Braziliya ilə yəni rahat təslim olmayan millilərdən biridir. Bu gün Venezuelanı 90 dəqiqə 0-0 olub, penaltilərdə 5-4 hesab ilə məğlub edib. Məni üzür, yəni biz niyə Özbəkistandan geri qalmalıyıq? Özbəkistan futbolu niyə bu qədər inkişaf etməlidir sürətlə? Yəni ümumiyyətlə heç Sovet dövründə də indi o dövrü yaşamasaq da hər halda oxuyuruq, məlumatımız var o dövrün futbolçularından. Yəni bizim futbolumuzda daha çox ənənə olub nəinki Özbəkistan futbolunda. Bu gün Özbəkistan inkişaf eləyə bilirsə, yaxşı bir yerlərə gedib çıxa bilirsə, demək ki biz də gedə bilərik, biz də gedib çıxa bilərik. Bizim üçün bu şeyləri qabartmaq daha önəmlidir, daha prioritetlidir. Ayxan oğlan, üzr istəyirəm. Nə Özbəkistanı, qardaş? İndi mən bayaqdan özümü saxlamışam. İstəmirəm toxunum. Çünki orada çalışan insanlar var. Bəlkə də onlara, belə deyək də, xətirlərinə dəyər, indi deyəcəklərim. Bax, biz nədən danışırıq? Futbolun inkişafından. Düzdür? Deyirik ki, meydançalarımız yoxdur. Düzdür? Şəraitimiz yoxdur. Düzdür? Başqa nəyimiz yoxdur? Məncə olanlardan başlayaq da, olmayanları saysa özüm çəkəcək. Bax, bu yaxınlarda U19 və U17 millilərimiz Avropa çempionatında oynadılar. U19 ümumiyyətlə səhv eləmirəmsə 1 ihtisası oldu. 2 məğlubiyyət. Litvaya 4-0 məğlub oldular. U17 də 3 oyunun üçündə də HTS oynadı. Litva ilə, Malta ilə, Balqaristanla. İndi bax, indi mən sənə bir söz deyim. Bax. Bu da bir bədbəxtçilikdir. Balqaristanla 1-1 elə gəl Malta ilə, Litva ilə bacarmaq. İndi bax. Bu arada Maltaya da 0-2 uduzurduq, biləsən. Bilirəm. İndi mən sənə bir söz deyim. Bax, biz gələcəyə necə baxa bilərik ki? Bax, deyirik ki, Ayxan müəllim millidə oynatmağa futbolçu tapır. Düzdür? Bugün bizim U19'umuz Litvaya 4-0 məğlub olursa, mən Binədə yaşayıram, aeroport tərəfdə. Məsəl üçün, Binədə o futbolla məşğul olan uşaqları yığaq, gedək onlar da 6-0 udacaq Litvaya. Yəni, söhbət nədən gedir? Bax, mən sənə indi niyə deyirəm? Bax, U19'da çıxış eləyən futbolçular hansı klubun futbolçularıdır? Əvəz edicilik olacaq. Neftçinin, Sabahın, Qarabağın, düzdür? İndi bax. Bax, burada əslində o millidə çalışan məşqçiləri də mən qınamıram. Niyə görə qınamıram? Ona görə qınamıram ki, qardaş, bu Litvadır da, yəni məşqçi olaraq başa düşdüm. Sən nələrisə göstərə bilərsən və yaxud göstərməyə bilərsən, deyə bilərsən, deməyə bilərsən. Amma biz tutalım ki, məsəl üçün deyirəm, biz Şotlandiya ilə oynamırıq axı, Litva ilə oynayırıq da. Yəni, burada yəni, bu qədər 4-0 biz Litvaya necə uduza bilərik? Bəs yaxşı, 4-0 bugün Litvaya uduzan 19 yaşlı futbolçu sabah gəlib U21-də əsas millidə necə oynayacaq? Litvaya biz 4-0 uduzuruq. Biz Maltaya bugün üzr istəyirəm, İcad. Biz bugün Maltaya 2-0 uduzuruq və sonradan 2-2 bərabərə qalırıq. Litvanı yenə məğlub eləyə bilmirik. İndi orada işləyən məşqçi Aqil Nəbiyevdir, bir də İlham Yadullayev səhv eləmirəmsə. 17-də Aqil Nəbiyevdir. Bəli. Bax, deyirik ki, polyamız yoxdur, şəraitimiz zəifdir, odur, budur. Ona gələn futbolçular ən yaxşı komandalardan gəlirlər də. Hansı ki, şəraiti də var, meydantası da var, topu da var, maaşı da var, butçusu da var, nə istəyirsən var. Bəs yaxşı, bunlar niyə gedib Litvaya 4-0 uduzurlar və yaxud da Malta'ya uda bilmirlər? Yəni, indi burada belə deyək, məşqçi özünün düşmanı deyil ki, gedib hansısa belə deyək, layiq olmayan futbolçunu götürsün, geçsin Avropa çempionatına, zəif nəticələr qazansın. Burada məşqçilik bir şey yoxdur, qardaş. Burada söhbət odur ki,
Necə olur ki, Litva bizdən yaxşı futbolçu yetişdirir?